biz bu hadisələri danışandan sonra baxmayaraq ki, Allah Taala'nın əzabı, bəli, Allah Taala'nın əzabı var, cəzası var. Amma kim ki özü özünə rəhm eləmək istəmir. Kim ki özü istəmir ki, Rəbbimiz ona rəhm eləsin. Və sonra bunun tam əksindən Allah Taala danışır ki, şübhəsiz ki, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır. Yəni müttəqilər ki, hansı ki bu dünyada çalışırdılar, o çətin günləri yaşayırdılar, içində əziyyət çəkənlər vardı, içində xəstələri vardı, içində sıxıntıda olanları vardı, içində dininə görə sıxılmış insanlar vardı, hansı ki onlara təzyiq göstərilirdi, cəmiyyət tərəfindən, insanlar tərəfindən. Bunlara dözürdülər. Onlara mükafat var. Və onların bütün bu sıxıntıları, bu əziyyətləri, çəkdikləri zəhmətlər, çünki az deyildi. Yuxusuz qalmaq, gecənin müəyyən vaxtında durub namaz qılmaq, təyin olunmuş namazları qılmaq, insan yuxusuna haram qatır, səhər saat 5-də durur, hamı yatan vaxt o durur, namaz qılır. Yəni bunlar hamısı böyük bir zəhmət idi və bunun da mükafatı var. Uca Allah buyurur ki, onlar üçün bağlar, onlar üçün üzümlüklər, yəni bunlar hamısı nəyi göstərir? Bəzən təfsilatlar var mükafatlarda, bağlar, üzümlüklər, çaylar, axan çaylar. Bunlar göstərir ki, yəni cənnət əslində real maddi həyatdır. Həqiqətdə isə dünya elə bir keçici bir maddi həyatdır ki, o əsl həyat deyil. Orada əsl Allah Taala'nın yaratdığı gözəllik ki var, o dünyada yoxdur. Allah Taala'nın yaratdığı bir həzz var ki, o dünyada yoxdur. Amma cənnətdə o var. O mükəmməl həyat ki, insan hansı ki orada xəstələnməz, hansı ki bu dünyadakı əziyyətlər ona toxunmaz, yaşlanmaq, qocalmaq, narahatçılıqlar, pis hadisələr, pis xəbərlər heç biri yoxdur. Çünki bu dünya mükəmməl həyat deyil. Əslində məhz Rəbbimiz bunu başa salmaqla bizə göstərmək istəyir ki, yəni sizin düşündüyünüz əslində burada çox sevdiyiniz şeylər orada var. Orada daha mükəmməli var. Orada daha əsli var. Burada olan sadəcə keçici bir maket, bir göstərişdir. Sonra Rəbbimiz buyurur ki, cənnət əhlinin vəsflərindəki onlar orada hətta maddi həyatını göstərmək üçün buyurur ki, onlar həmyaşıd onlar üçün həmyaşıd qızlar var. Yəni evlilik var. Bu nəyi göstərir? Bu göstərir ki, real həyatdır. Yəni insan düşünməsin ki, cənnət nəsə bir ruhun yaşadığı bir yuxu kimi olan, xeyr, əsl real həyatdır. Və ona görə də Allah Taala bəzi şeyləri təfsilatı ilə deyir. Üzümlər, bağlar, evlənəcəyi qadınlar. Burada bir haşiyəyə çıxmaq olar. O da nədir? Bəzən qeyri-müsəlmanlar və ya dinə qarşı çıxanlar və ya müsəlmanlardan bəziləri olur ki, belə məsələlərə Quranda ilişirlər, deyir ki, burada qadınlardan, evlənməkdən, nəsə belə şeylərdən danışılır. Sanki bir Qurana yaraşdırmaq istəmirlər. Nəyə görə? Yəni, bu sənin Rəbbinin kitabıdır. O Rəbb ki, səni çılpaq olaraq yaradıb. Səni çılpaq olaraq yaradıb. Sənin bütün bədən üzvünü o yaradıb. Və səni bu dünyada, səni evləndirən odur. Bir kişi üçün bir qadın yaradıb. Nəyə görə onun dediyi ayıb olmalıdır? Əslində bunu deyilmək məqsədlərindən biri də, yəni maddi həyatını sənə başa salmaq üçündür. Sənin mükafatını sənə başa salmaq üçündür. Amma eybə qalsa insan hər bir şeydə eyb tapa bilər. Ona görə deyir ki, yəni müsəlman, iman əhli, mömin heç vaxt eyb axtarmaz. Eyb axtarmalı olsa insan hər bir şeydə eyb axtarmağa çalışar və müəyyən şeyi eyb də göstərə bilər, nümayiş etdirə bilər. Bəlkə də o eyb deyil. Hətta o qədər eyb olur ki, insanlar öz Rəblərində Allahda eyb axtarmağa çalışırlar. Ki, hansı ki, etdiyi hər hansı bir şeyə müdaxilə edirlər ki, niyə belə eləyib, niyə belə olub, niyə belə. Eyb axtarırlar. Yəni ona görə iman əhli eyb axtarmaz. Eybi münafiq axtarar, ikiyüzlü axtarar. Qəlbində natəmizlik olan, əyrilik olan eyb axtarar. Ona görə yəni bu deyilən məsələlər, mükafatlar və bu sonuncu oxuduğum ayə həmçinin cənnət əhlinin evliliyi, evlənməsi, orada nə bilim həmyaşıd qızlar barədə Allah Taala xəbər verir. Bu bir cənnətdə heç bir günah aktı yoxdur. Cənnətdə ancaq haqdır və insanlar necə ki bu dünyada evlənirsə,
Cənnətdə də evlilik var, amma cənnətdə buradan fərqli olaraq buradakı kimi günah yoxdur. İnsanlar dünyada günah edə bilir, amma orada günah etməyəcək. Hər şey Allahın istədiyi kimi olacaq. Sonra digər ayədə Uca Rəbbimiz buyurur ki, dolu qədəhlər. Uca Rəbbimiz buyurur ki, dolu qədəhlər, yəni içki ilə dolu qədəhlər, istəyir su olsun, istəyir süd olsun, istəyir cənnət şərabları olsun, hansı ki ağlı başdan aparmayan, hansı ki o içkilər ki, onlardan ırmaqlar, çaylar olacaq. Və Allah Teala buyurur ki, orada nə boş söz, nə də yalan eşidəcəklər. Yəni orada artıq insanın narahat eləyən heç nə yoxdur. Ancaq xoş sözlər, ancaq haqq sözlər, salam və yalnız sevinc gətirən sözlər. Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq Rəbbimizdən bizə mükafat olacaq və bizim bilmədiyimiz o qədər artıq nemətlər veriləcək ki, insan bu dünyada onları dərk eləyə bilməz. Və buyurur ki, sonra Uca Rəbbimiz göylərin, yerin və onların arasındakılarının mərhəmətli Rəbbi tərəfindən, yəni göyün və yerin və onun arasındakı olan nə varsa, onun Rəbbi tərəfindən bu Allah Teala öz böyüklüyünü göstərir. Yəni Allah Teala bu qədər böyükdürsə, onun mükafatı da çox böyük olacaq. Onlar onun huzurunda danışa bilməzlər. Yəni qiyamət günü artıq Allahın izin verdiyi insanlar danışacaq. Artıq orada bu dünyadakı kimi kimsə nəyisə bəziyib haqqı batil kimi göstərə bilməyəcək. Batili haqq kimi göstərə bilməyəcək. Gizlini aşkar kimi artıq Allah Teala görəcək. Bütün gizlilərin aşkar olduğu bir gün olacaq. Və o gün yalnız Allahın izni ilə kim istəsə, Allah kimi istəsə onu danışdıracaq. Və o da elçilər olacaq, mələklər və s. Və sonra Allah Teala buyurur ki, ruh və Cəbrail və mələklər səf-səf duracaqları gün yalnız rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək. O da həqiqəti söyləyəcəkdir. Yəni heç kəsə yalan danışmağına izin verilməyəcək. Əgər insan yalan danışmaq istəsə, ona o izin verilməyəcək. Danışmaq istədikdə onun ağzı bağlanacaq, onun dərisi danışacaq, onun bədən üzvləri ona əleyhinə şəhadət verəcək. Sonra Uca Allah buyurur ki, o haqq olan gündür, elə isə istəyən Rəbbinə gedən bir yol tutar. Yəni Allah Teala təkrar xatırladır, o haqq olan bir gündür. Yəni diqqətli ol, yəni bu gün təyin olunub, haqq olan gündür. Yəni kim istəsə artıq bu yolu gedə biləcək. Və bu elə bir ticarətdir ki, burada itki yoxdur. Kim bu yoldan tutub getsə, mütləq qazanacaq. Sonra Uca Rəbbimiz sonuncu ayədə buyurur ki, həqiqətən biz sizi yaxın bir əzabla xəbərdar etdik. Baxın, xəbərdarlıq dalınca gəlir. Biz sizi yaxın bir əzabla, zaten insanın ömrü çox qısadır, çox tez bitir. Bitdisə, ölüm gəldisə artıq insan üçün qiyamət qopdu. İnsan ölüm mələyini gördü, Allahdan geri qayıtmağını istədi, artıq gecdir. Artıq bu qiyamətdir insan üçün. Artıq böyük qiyamətin onun üçün böyük bir əhəmiyyəti qalmır. Çünki qovuşdu artıq Allaha, artıq mələkləri gördü, artıq qəbir həyatını gördü. Artıq başa düşdü ki, deyilənlər hamısı haqq imiş. Lakin əgər üz döndərən olubsa, iman gətirmədisə, vay halına. Geri dönüş yoxdur, xahiş, minnət, heç nə keçmir. Kifayət qədər vaxt verilmişdir. İman da məhz o idi ki, görmədən inanmaq, görmədən itaat eləmək. Görmək olsaydı onda hamısı iman gətirərdi. Burada Allah Teala səmimi qullarını seçir. Və ona görə də Uca Allah buyurur ki, həqiqətən biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan etdiyi əməllərinə baxacaq. Yəni göz qabağındadır artıq hər şey. Hər şeyi görür. Kafir isə kaş mən torpaq olaydım deyəcək. Yəni bu dəhşətli bir mənzərəni görəndən sonra kafir deyəcək ki, Allaha qarşı küfr edən deyəcək ki, kaş ki mən də o torpağa qarşı yox olaydım və ya bir hadisə baş verəcək ki, ondan sonra o da o həmən hadisə kimi olmasını istəyəcək. Necə ki Allah Teala hətta heyvanları belə gətirəcək. Bir buynuzu sındırılmış heyvan digər buynuzunu sındıran heyvandan qisas alacaq ki, ədalət hasil olsun. Və bu hadisə baş verəndən sonra hər ikisi torpağa çevriləcək. Bu demək ki, Allah Teala tam ədaləti yerinə qoydu. Və bunu görən kafir başa düşəcək ki, onun artıq məsuliyyəti həddindən artıq ağırdır. Əgər heyvandan qisas alındısa, onda özü barəsində necə olacaq?
Təbii ki, insanlar arasında olanlar daha dəhşətlidir. İnsanların bir-birinə olan zülmü daha dəhşətlidir. İnsanın özünə qarşı, Rəbbinə qarşı olan zülmü daha dəhşətlidir. Heyvanlar bir şey qanmırlar, bir şey başa düşmürlər. Sadəcə bir şey üstə dalaşıblar, biri digərini vurub, əzib, iş bitib bundan da. Amma insanın işi bitmir. O torpağa çevriləcək o heyvanlar, çünki onlar mükəlləf deyirlər, onlar məsuliyyət daşımırlar. Amma insan məsuliyyət daşıdığına görə, onların və həmçinin əbədi olduğuna görə bu mənzərəni görən kafir deyəcək ki, kaş ki, mən də o torpaq olaydım. Ona görə o gün gəlməmişdən qabaq Rəbbimizin bu boyda xəbərdarlıqları var. Bunları dərk edib, necə deyərlər, düşünmək lazımdır gələcəyimiz barədə, sabahımız barədə, axirətimiz barədə. Və bu məsələni təbliğ etmək lazımdır yaxınlara, insanlara. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu daim təbliğ edib çatdırıb və ilk çatdırdığı şey də bu olub insanlar ki, ey insanlar, qabaqdan sizi böyük bir fəlakət gözləyir, qabaqdan böyük bir ağır gün gözləyir, cəza günü, hesab günü gözləyir.